Balakən rayonunda həyətyanı ev satışa çıxarılır. Ev asbestos yarancaq doldurma məntəqəsinə yaxın bir ərazidə yerləşir. Uğlavoyda yerləşir. Hər iki tərəfi, yəni ön, yan tərəfi asfalt yoldur. Hər iki yol tərəfdən kubik daş ilə hasar alınmışdır. Sol tərəfdə gördüğünüz yol qapı yine asfalt yoldur. Bu hissədən bölüb torpağını və evi iki adam alıb əldə edə bilər. Bu hissə Uğlavoyda yerləşir. 12 sot torpaq sahəsi var. Kubik daşdan tikilmiş su özəsi. Sol tərəfində ayaq yolusu həyətdən ait padvallı evdir. Evdə hal-hazırda yaşayış yoxdur. Suyu, işığı, qazı işlək haldadır. Evdə qeyd etdiyim kimi hal-hazırda yaşayış yoxdur. Girəcəkdə gördüğünüz kimi telefon qoyulmuşdur. Reşotkalıdır. Pəncərələr tutayla plastikdir. Girəcəkdə geniş qonaq otağı. Girəcəyin sağ tərəfində yine gördüğünüz gibi otaq genişdir. Yani yataq otağıdır. Yeri şam taxtadır. 4 ildir evdə yaşayış yoxdur. Yine belə bir. Bu gördüğünüz otaq çok genişdir. Tavanı ekran yığılmıştır. Alçıpanla. Yaşayış olmadığı için evin ışıkları yoktur. Pəncərələri jalüz dəmirdir. Deməli, 2 yataq otağı, qonaq otağı, prixozu. Burada da normal ölçüdə belə bir otağı var. Bu hissədə əvvəllər mətbəx olub, itki soyuq su xəttləri, kanalizasiya xəttləri işlək haldadır. Əvvəllər evdə yaşayış olub. Bu hissə hamamıdır, yəni genişdir.